Mən maraqlı çıxışı necə qurmalıyam? Həyəcan bir tərəfə. Ümumiyyətlə, maraqlı çıxış eləmək mümkündürmü? Bir tədbirə dəvət almışam və yaxud bir konfransda danışacağam. İstəyirəm ki, danışığım başqalarından seçilsin. Ya bir video çəkəcəm, çox fərqli olmaq istəyirəm. Bunun hərəsini öyrənmək üçün başqa təlimlərə mi ehtiyac var? Xeyr, əslində bunun hamısı bir təlimin içindədir, natiqlik təliminin. Natiqlik təlimində mən sizə necə maraqlı çıxış eləməyi, elə ilk dəqiqədən bizim əziz tamaşaçılarımızı ofsunlamağı, hətta onları idarə eləməyi, kəskin suallara necə doğru cavab verməyi və bu sualların ümumiyyətlə verilməsinə şərait yaratmamağı, bax bunların hamısını öyrədirəm. Natiqlik təlimi çox xüsusi təlimdir və çox maraqlıdır. Bunu konfranslarda, tədbirlərdə iştirak edən, iclaslarda iştirak edən, bax, videolar çəkən hər kəsə lazım olan bir təlimdir. Öyrənməklə çox şey əldə edəcəksiniz. Buyurun.